Sizce hansı düzdür? Я прошла около банка, я прошла мимо банка. Okala yəni yanında olmaq. Burada hərəkət yoxdur. Kimsə nəyinsə yanındadır. Ya nəsə nəyinsə yanındadır. Банк находится около нашего дома. Я стою около стены. То есть я не двигаюсь. Mən tərpənmirəm, hərəkət eləmirəm. Mən varam, mən divarın yanındayam. Мимо – это движение. Я прошла мимо банка. Mən bankın yanından keçdim. Она прошла мимо меня. Мы проехали мимо школы. Здесь есть движение. Вы были rядом и проехали. Yəni burada hərəkət var. Ötüb keçdim. Gəlin kiçik bir test keçirək. Я мимо дома. Я прошла мимо дома. Автобус мимо банка. Автобус проехал мимо банка. Я около двери. Я стою около двери. Она около банка. Она живет около банка. Daha ətraflı rus feillərindən bilmək istəyirsinizsə və rus feillərini, rus prefiksli feilləri desəliş şəkildə istifadə etmək istəyirsinizsə, bizim 3 aylıq intensiva qoşulun.